Sadəcə qayda oxumadan ingilis dil nəticəni artıra bilirsən desəm, əlbəttə kimsə inanmaz. Amma bu belədir. Mən qayda oxumadan nəticəmi 15 və ya 20 bal, hətta 5-6 düz artıracaq taktikalar tapdım və onları inkişaf etdirdim. Bu videoda bu taktikaları sizlərlə bölüşəcəm. Bu taktikalardan bəzilərini bilirsən, bəzilərini yeni öyrənəcəksən, bəzilərində ola bilsin sən də tətbiq edirsən. Və çox xahiş edirəm, videoya girməzdən öncə əlində bir qələm və yanında bir dəftər olsun ki, mən maddələri dedikcə sən not edəsən, videodan sonra o maddələr üzərində işləyəsən. Azərbaycan dili videosunun şərhlərinə də yoğun istək üzərinə ingilis dili videosunda çəkməyə qərar aldım. Bəli, ingilis dilindən də 28 düz yazmışdım və bu videoda taktikalarımı sizlərlə bölüşəcəm. Kanalıma xoş gəldin. Əvvəl make-up sentence, yəni cümlə düzəltmə sualı ilə başlamaq istəyirəm. Bu bir çoxumuza tanışdır. Hətta toplumun ikinci hissədə də bu suallar var. Make-up sentence sualında mübtəda, xəbər və to feildən istifadə edilir. Bəzən ola bilər ki, məsələn, bu quruluş yadından çıxar. Bu zaman isə variantdakı rəqəmlərlə işləməyini tövsiyə edirəm. Məsələn, ilk 3 rəqəm 3, 1, 6 gəlirsə, 3, 1, 6 gəlirsə, digər variantları çıxdaş edib də işləyə bilərsən. Və bunu unutma. Əvvəl mübtəda, sonra xəbər, sonra isə to feil gəlir. Yəni necə? I go to school məsələn. Və zaman verilərsə, bunu unutma, zaman heç bir zaman ortada işlənmir. Zaman ya cümlənin əvvəlində, ya da sonunda işlənir. İndi bəzi məqamlar var ki, ortada işlənir, amma çox zaman öndə və sonda işlənir. Bunu da vurğulayıram, bunun da üstündən keçdik. Sonra definition sualı, yəni sözlərin mənasını izah edirsən, leksik mənasını tapdığın sualdır. Definition sualında heç bir definition əzbərləməyinə ehtiyac yoxdur. Sadəcə sinonim sözlər və ya antonim sözləri bilərək də definitionları yaza bilərsən. Məsələn, nümunə verirəm. Natural sözü var, natural sözü. Natural, natural, yəni təbii deməkdir. Sənə definitionun birində verir ki, not artificial. Artificial isə süni deməkdir. Yəni süni olmayan bir şey əlbəttə ki, təbii olacaq. Bax, sənin burada açar sözlərin natural sözü ilə artificial sözü oldu. Sən bu sözlərlə bu cavabın uyğun gəldiyini tapa biləcəksən. Əlbəttə, nation sözü düşməyə bilər, başqa sözlər də düşə bilər, onların üzərində də işləyə bilərsən. Özün üçün bir sinonim lüğəti ala bilərsən, sinonimlər əzbərləyə bilərsən və ya gündə 10-15 dənə istənilən sözə sinonim tapmaqla keçirə bilərsən. Və ya başqa bir şey deyim. Məsələn, sinonim lüğəti almağa imkanın yoxdur, sinonim lüğətin yoxdur. Necə edəcəyini bilmirsənsə, açırsan ingilis dil kitabının arxasındakı lüğəti və hər sözə bir dənə sinonim söz tapmağa çalışırsan. Ola bilsin ki, sözün sinonimini tapa bilmədin. Əla. Bu zaman gedib Google və ya digər vasitələrdən də həmin sözün sinonimini tapıb yeni bir məna çaları kəşf edə bilərsən ki, sinonimlər imtahanda gizli-gizli istifadə olunur. Bunlara da fikir verməlisən. Qrammatika sualları zaten bir çoxumuza tanışdır. Mən sadəcə mühim olan qrammatika suallarının üstündən keçdim. İndi isə mətnlərə keçirik. Və önəmli olan budur. Mətni oxurkən gözünə çarpan, səhv görünən, boşluq işarə olunan, kursivlə, ştrixlə və ya qalın hərflə yazılmış sözlərin altından xətt çək, bölünə bir ulduz və ya işarə qoy və ya haşiyə ala bilərsən. Niyə? Mətndə sənə söz dəyişmə sualı, söz cümlə dəyişmə sualı, definition sualı, sinonim söz sualı gələn zaman sən vaxt itirmədən həmin sözü tapıb cavabı vurğulaya biləcəksən və bu sənə əlavə vaxt və bal qazandıracaq. Məsələn, sən mətnin əgər üzərində işləməsən, testdə açıq tipli test tapşırıqlarında səhv cümləni seçmə ehtimalın da ola biləcək və sən bu ehtimala qarşın olaraq öncədən mətnin içində şübhəli görünən məqamların yanına bir işarət qoy. Bunu da vurğulayıram. Mətni adlandırmağın üzərində çox düşünmə. Onu sona saxla. İstəsən də, istəməsən də onun cavabı özü çıxacaq. Necəmi? Məsələn, sən mətni işlədikcə artıq mətnin mövzusuna hakim olacaqsan. Mətnin nədən söhbət getdiyini biləcəksən və mətndə mövzuların və xarakterlərin necə hadisələrlə baş verdiyini bilmiş olacaqsan. Və bu sayədə də istər-istəməz sən mətnin adlandırma sualını yaza biləcəksən. Bu listeningdə də keçərlidir. Listeningdə də çalış ki, adlandırma sualını listening müddətində yox, listening bitdikdən sonra işləyəsən. Çünki onu istəsən də istəməsən də işləyə biləcəksən. Çox rahat bir suala çevriləcək. Öncədən ona çox vaxt itirmə. Əvvəl dediyim kimi açıq suallarla başla. Açıq suallarla başlamaq yaxşıdır ki, qapalı suallar zaten rahatdır, açıq suallar isə 2 qat bal verir. Məsələn, söz dəyişmə sualıdır. Sənə cümlə verirsə, sən oradakı sözləri dəyişdirməlisən. Məsələn, 2 söz azı. Orada deyirsə, deyir azı 2 söz, deməli mən 2 söz dəyişdim. Xeyr, belə söhbət yoxdur.
Bacardığın qədər 3 söz, 4 söz, 5 söz dəyişdirə bilərsən istədiyin qədər. Bax, yenə də fikir verdinsə, söz dəyişmə sualında belə sinonim lüğəti sənin köməyinə çatacaq. Ona görə az öncə dediyim sinonim taktikasını da dəftərinə not al. Videodan sonra o taktikanı da yoxlamağını səndən xahiş edirəm. Qısa bir vaxtını alacağam. Videoların çəkilməsi, editlənməsi, üzərində işlənib kanala atılması, qapaq şəklinin hazırlanmasına kifayət qədər vaxt sərf edirəm və bu işlərin hər biri ilə də tək mən məşğul oluram. Əməyimi qiymətləndirmək üçün videoya bəyənə bilər və kanala abunə olub bizim Elite Society topluluğumuza qatıla bilərsən. Təşəkkür edirəm. Və gəldik ən çətin, ən maraqlı və ən çox bal verən suallardan birinə. İnşa sualı. Bir çox gənclər bu inşa sualında çaşa bilir. Hətta bəziləri boş qoyur, bəziləri bu sualdan diksinir. Əksinə, mən deyərəm ki, inşa sualı nə qədər çox bal versə, o qədər yaxşı olar ki, bu videodan sonra da sən də deyəcəksən. Necəmi? İnşanı bilirsən, deyir azı 3 cümlə. Yenə də 3 cümlə qanunu burada keçərli deyil. 10-15 cümlə yaza bilərsən. Bəs deyə bilərsən ki, Meyraz bəlkə bal kəsdilər. Bax, belə bir şey var. Sən 3 cümlənin içində %90 qrammatik səhv eləyəcəksən. Və bu qrammatik səhv səndən bal aparacaq. Ancaq sən 15 cümlə yazsan, qrammatik səhv eləsən də sırf çox cümlə yazdığın üçün səndən bal çıxmayacaqlar. Ona görə əlindən gəldiyini ən yaxşısını etmək üçün bacardığın qədər inşanı geniş yaz. Bəs Meyraz, biz hansı inşa mövzularından bilməliyik? Bizim bilmədiyimiz olacaqmı? Xeyr, narahat olmayın. İmtahanda inşa mövzuları əsasən iqlim dəyişməsi, iqlim istiləşməsi, qlobal istiləşmə, belə ekoloji problemlərdən çox düşür. Tarixi Azərbaycanın tarixi məkanlarıdır, Qız qalasıdır, Şirvanşahlar sarayıdır, Şəki xan sarayıdır, Mərdəkan qalasıdır və ya bənzəri tarixi tikililər ola bilər. Sonra müasir texnologiya, telefon avadanlıqlar, telefonun insan sağlığına ziyanları və ya bənzəri mövzular da ola bilər. Süni intellekt və ya yeni cihaz vasitələr, robotlar haqqında düşə bilər. Bu 4 mövzudan inşa düşməsi gözlənə bilər. Mən gözlənə bilər dedim, düşəcək demədim. Başqa mövzularda da düşə bilər. Ancaq narahat olmayın. Əsasən Azərbaycan və uşaqların, gənclərin bildiyi mövzulardan inşalar düşəcək. Bu mövzulardan hazırlaşmaq üçün Wikipediyada bax da dediyim o az öncəki dediyim 4 mövzu haqqında məqalələr oxuya bilərsən. İngilis dilində özün də hətta inşalar açıb oradan 3-4 cümlə yaza bilərsən ki, bunlar yüksək düşmə ehtimalı olanlardır. Və yalan yazmağa qorxma. Məsələn, bir məlumatı bilmirsənsə, yalandan yaza bilərsən. Məsələn, 1973-cü ildə filan marka televizor kəşf edildi. Heç kəs bilməyəcək ki, 1973-cü ildə nə kəşf olunub. Sən belə artıq biraz fantastik cümlələr yazaraq da bal qazana bilərsən. Və gəlirəm dinləmə sualına. Dinləmə ilə yaxşı-yaxşı tanış olursan, dinləməni hətta müəllimə gəlməmişdən qabaq sualları ilə tanış olmağını istəyirəm. Bildiyin mövzudadsa dinləmənin qapalı suallarında işləyə bilərsən. Ancaq bilmədiyin mövzudsa saxla. Çünki bəzən səhv ola bilər. Və bəzən dinləmənin içinə testin cavablarını da qoyurlar. Xüsusən də 3-cü və 6-cı suallarda sinonim söz məsələsində bunu sənə verə bilərlər. Bu zaman diqqət edəcəyin məqamlardan biri də bu olacaq. Dinləmə gəldiyi anda sən artıq hazır olmalısan. Dinləmə müəlliməsini gözləməməlisən. Sən sualları dinləmə müddətində yazmalısan. Əvvəla açıq suallardan başlamağını istəyirəm. Açıq sualları yazırsan, daha sonra isə qapalı suallara keçirsən. Dinləməyini gücləndirmək üçün ingiliscə podkastlar, ingiliscə videolar, ingiliscə mahnılara qulaq asa bilərsən. Və evdə ingilis dili dinləmələr işləyərək dinləmə qabiliyyətini gücləndirə bilərsən. Və dinləmək üçün mühüm bir taktika verim. Ola bilsin bunu müəllimələriniz deyib, ola bilsin deməyib. Mənim müəlliməm demişdi, buradan da ona təşəkkürümü bildirirəm. Necə bir taktikadır? Məsələn, listening müddətində müəyyən sözlər deyir və köçürdən zaman belə bir məsələ ortaya çıxır. Məsələn, listeningdə dedi ki, information sözü, yəni məlumat sözünü dedi. Orada information yazılır. Yəni belə yazmalısan sən dəftərə. Bu zaman sən kitabcana information tələffüzünü yazırsan ki, vaxt itirməyəsən. Və deyə bilərsən, Meyraz, onda səhv olmaz. Daha sonra dinləmə bitdikdən sonra, dinləmə müəlliməsi getdikdən sonra information sözü əvvəlki söz, yəni information yaza bilərsən və ya qısa-qısa hərflərlə də yaza bilərsən. Bu da sənə kömək olacaq bir taktika olacaqdır. Bəli, videonun sonuna gəldik. İngilis dili rəhbər videomuz bu qədər idi. Mən bəzi taktikalar paylaşdım, təcrübələrimi bölüşdüm. Qayda oxumadan da bal artıra biləcəyimizin mümkün olduğunu sizə isbat etməyə çalışdım. Əgər sizin də imtahan boyu istifadə etdiyiniz taktikalar varsa, sizin də bu video haqqında fikirləriniz varsa, şərhlər bölməsində yaza bilərsiniz. Azərbaycan dili mövzusunda da çətinlik çəkirsənsə, aşağıdakı açıqlamadakı linkə, rəhbər videosunun linkini buraxacağam Azərbaycan dilinin və ya kanaldan da o videoyu izləyə bilərsən.
Həmçinin bizim WhatsApp topluluğumuz da var. Elite Society-nin WhatsApp kanalı da var. Orada qatılıb günlük məlumatlar, xəbərlər və motivasiya cümlələri ilə ibarət olan topluluğumuza qatıla bilərsən. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.